Azərbaycanlılar gedirdilər Əl-Qaidə ilə zadla əməkdaşlıq edirlər o Orta Asiya. Xeyli adamlarımız getmişdi ora. Onlar haqqında belə parlament çıxırdım ki, bəlkə onları bir əhv verirlər ki, ölkə qayıdın. Bir qapı açılar ki, indi gəlsə dayısı dəyməyəcək. Həm ölməsinlər orada Azərbaycanlılardılar, həm də onlar imkan verə getsin Qarabağda savaşında, o Qarabağ həll olmamışdı. Həm də gəlməyəndən sonra əlimizdə tutarıq olsun ki, da sən gəlsən tutacaq. Yoxsa bu başdan sən gəlsən də, gəlməsən də sən biz cəzalandırıq desə, onlar qorxudan məcburi qalsın. İndinin özündə də mövqeyim budur. Yəni dövlətə xidmət etməyə qayıdarlarsa, dövlət də güzəşt eləyər yəqin ki. Fəriz bəy, son olaraq bu sualı da verəcəm. Bu keçən dəfə bunun bir yazda var ya, çox diqqətimizi verər ki, Azərbaycanla bağlı bu qara planda Rusiya ilə bir yerdə İran da fəaliyyət göstərir və orada əsaslanmışdı ki, xatırlayarsınız, Talib Ağazadə var idi, həbsdə də hal-hazırda, bu İranın tərəfindəydi. Buradan da məsələn indi Ramiz Mehdiyevin işi üzrə həbs olunanlar özü daxil Rusiya və İran bir yerdə mi işləyir Azərbaycan əleyhinə? Baxın, sizin sualdan əvvəl mən bu mövzuya təxminən toxundum ki, Türkmənistan müqaviləsindən sonra zaten Rusiya və İran bu məsələdə ortaq davranırlar. Azərbaycanın zəif qalmasına maraqlıdırlar. Bu gün də çox prinsipal məsələlərdə mütləq şəkildə Rusiya İranın, İran da Rusiyanın yanında olur. Baxın, nə qədər Azərbaycan xoş münasibət saxlamağa çalışsa da dövlət səviyyəsində ki, Azərbaycanın dövlət siyasətində sıfır problemli qonşuluq siyasəti durur məsələnin kökündə. Amma İran hər dəfə bir bəhanə ilə işləri pozur. Elə bir vaxt olmuşdur ki, onlar tərəfindən mənfi bir şeylər olur. Çünki İranın institutlaşmış şəkildə bir münasibət var. Bugün İran iki daşın arasında az qalır əzib dağılsınlar. Yenə Rusiya dəstək verir. Şahat, nə bilim, dronları göndərir falan. Nədir bu? Bunların bir işbirliyi var ortada və Azərbaycana münasibətdədir. Nə vaxt ki, Azərbaycanın Ruslar sıxmağa çalışıblar, təzyiqlər olubdur. İran tərəfindən də oxşar hərəkətlər olub. Ya buradakı şəbəkəsi tərəfindən, ya bir hərbi manevrlər keçiribdilər, ya diplomatik korpusumuza bir təzyiqlər olub. Bunlar paralel şəkildə işləyirlər və mən hesab edirəm ki, Azərbaycanın kifayət qədər çox təcrübəli dövlət təhlükəsizlik xidməti var artıq. Peşəkarlardan, vətənpərvərlərdən ibarətlər və zamanla onlar özləri təsdiq elədilər və bu amilləri biz artıq burada müzakirə ediriksə, onlar çox da nəzərə alıbdılar və onların da zərərsizləşdirilməsi üzrə kompleks tədbirlər təbii ki, davam elətdiriləcək. İran-Rusiya bu həmrəyliyini dırnaq arasında deyil, qarşısını necə? Yəni dövlət necə qorumalıyıq? Dövlət təhlükəsizliyi. Dövləti təkcə dövlətin hüquq mühafizə orqanları qoruya bildikmi? Təkcə dövlətin hüquq mühafizə orqanları qorumaz. Dövləti dövlətin hər bir fərdi qoruyur. Dövlət bir babadır və hər bir vətəndaşına babalıq eləməyə çalışır. Bu bir ailədir. Dövlət böyük bir ailədir. Hər bir ailə üzvü kimin harda olmasına asılı olmayaraq istəyir, bu hibrid müharibə gedir də. Təbliğatında görkü şəbəkələr yaradırlar, yaxud da zərər verməyə çalışırlar. Siyasi partiyalarda, qeyri-hökumət təşkilatları da, siyasətdə məşğul olan adamlar da hakimiyyətlə, dövlətlə bu məsələdə əlbir şəkildə düşmənə qarşı mübarizə aparmaq. Bu müharibənin bir növüdür. Təşəkkür edirəm Fəriz bəy. Çox sağ olun, dəvətimi qəbul edib gəldiniz. Dəyərli Cəfətli izləyiciləri, hər birinizə dərin təşəkkürümü bildirirəm. Bizi izləyirsiniz, baxırsınız, rəylər də yazırsınız. Təşəkkür edirəm yazdığınız rəylərə görə. Verilişi də bəyənin, paylaşın ki, daha çox insan yayımdan məlumatlı ola bilsin. Burada rəylərdən biri yazıb, Azərbaycan Xalq Cəbhəsi Sovet DTK-sı tərəfindən yaradılması deyilir. Fəriz bəy, bu fikrə münasibət bildirməsini istəyirəm. Bu qətiyyən doğru olmayan bir fikirdir. Azərbaycan Xalq Hərəkatı ilə bugünkü AXCP-ni qarışdırmaq lazım deyil. Azərbaycan Xalq Cəbhəsində mən təsis edən 63 nəfərdən biriyəm. Bugün AXCP adlanan yurt təşkilatını, ki odur, adını dəyişibdir, tərkibində bir nəfər də olsa 63 nəfərdən təsisçi yoxdur. Yəni, bu təşkilatda içərisində o aparıcı adamlardan bir nəfər də yoxdur. Və üstəlik, Azərbaycan Xalq Cəbhəsində qiyməti Yazov bir vaxt vermişdi. 20 yanvarda Yazov gələndə deyirdi ki, mən Azərbaycan Xalq Cəbhəsinin strukturlarını dağıtmağa gəlirəm Bakıya. Azərbaycan Xalq Cəbhəsi, Xalq Hərəkatı mən nəzərdə tuturam, partiyalaşma dönəmini nəzərdə tuturam. Azərbaycanı müstəqilliyə qovuşduran bir təşkilatdır. Azərbaycan müstəqilliyi verməyib. Azərbaycan xalqı bunu alıbdır ki, 89-cu ildə ilin ən mübariz xalqı adını aldı. Azərbaycan Xalq Cəbhəsi ordunun quruculuğunu həyata keçirən, müstəqilliyi əldə edən, 88-ci il meydan hərəkatında 3 gündən sonra artıq müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılmışdı. Ona görə belə cəfəng sözlər demək təbii ki, heç bir əsası yoxdur və Azərbaycan xalqına müstəqilliyi, azadlığı verən Azərbaycan Xalq Hərəkatıdır. Onun aparıcı insanları da Azərbaycan xalqıdır. O vaxtlar Azərbaycan xalqının
demək olar hamısı, əksəriyyəti burada iştirak edirdi. Çox kiçik istisnalarla kənarda qalanlar var idi ki, məsələn, parlamentdə də var idi ki, 43 nəfər SSR-dən ayrılmağı, müstəqil olmaq istəyirdi. Qalanları SSR-in saxlanmasından bağlı referendum keçirməyə və SSR-ni istəyirdi. Belələri var idi. Amma xalqın əksəriyyəti sözünü dedi və müstəqilliyə nail oldu. Bu tamamilə cəfəng bir fikir. Əli Kərimli, Ramiz Mehdiyev və Talib Bağırzadəni nə birləşdirir deyə bir sual. Bu İran-Rusiya məsələsindən danışdıq, ona görə yazdılar yəqin. O sualın cavabını yəqin ki, istintaq verəcəkdir. O sualın cavabı məndə deyil. Çox təşəkkür edirəm Fərəc bəy. Sağ olun. Minnətdaram. Dəyərli Cəbhə TV izləyiciləri,